41-ci suala baxırıq. Deyir ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Böyük Qafqaz tektonik qalxması, Kiçik Qafqaz tektonik qalxması. Yüksək dağlıq ərazilərdə Yura. Yura deyirdik, həm Böyük Qafqazın, həm də Kiçik Qafqazın yüksək dağlığında var. Deməli, biri oxşar cəhətdir. Ərazisində psevdovulkan. Psevdovulkanlar nə idi? Palçıq vulkanları idi. Digər bir adı ilə yalançı vulkanlar. Deməli də görün, Böyük Qafqaz tektonik qalxmasında palçıq vulkanı olur, yoxsa Kiçik Qafqazda? Bəli, Böyük Qafqazda Abşeron, Qobustan zonasına düşür. Paleozoyun qədim süxurlarına rast gəlinir. Paleozoy, yəni ən qədim eranın süxurları, alt paleozoy yaşlı süxurları. Onlar Kiçik Qafqazdadır, bəli. Sonra, ərazisində sönmüş vulkan. Sönmüş vulkan hansına gedəcək Ayşə? Kiçik Qafqazda olacaq, bəli. Faal seismik, hər ikisi faal seismikdir, düzdür? Bəli. Tektonik qalxmanın davamı Xəzər dənizindən keçərək Türkmənistana qədər uzanır. Söhbət Böyük Qafqaz dağlarından gedir. Bu da harada yerləşir? Böyük Qafqaz tektonik qalxma zonasında. Bizim cavabımız 2, 6, 3, 4, 1, 5 olacaq. Yəni A variantı.